Salamlar, vaxtınız xeyir olsun. Değerli YouTube izləyicilərimiz, bu gün çəkdiklərimiz mənzilimiz Xırdalan şəhərində, mərkəzdə yerləşən Heydər Parkının piyada gəldikdə çox yaxın bir məsafədə yerləşir. Mənzilimiz orta mərtəbədir, çəkilişə dəhlizdə başladıq. Dəhlizdə belə bir mətbəx quraşdırılıb, döşəməsi mərmər qalxan yerlər, istifoldur, liftdir, tam yaşayışlı binadır, qazı sürüşü daimidir, orta mərtəbədir, 8-9 mərtəbə binanın 4-cü mərtəbəsində yerləşir mənzilimiz. Dəyərli izləyicilər, bura oldu mənzilimizin bir otağı. Gördüğünüz kimi isti sistemi kombi xətti çəkilib. Ümumi sahəsi 60 kvadrat kubçalı bir mənzildir. Alıq-satqı tam olaraq tayva qayda aparılacaq. Həm şəxsi yaşayış üçün, həm alıb kira vermək üçün çox gözəl bir alternativ variantdır. Bazarda bu qiymətə deyərdim ki, dəyərli izləyicilər, mənzil satışda yoxdur. Burada oldu mənzilimizin qonaq otaqlısı. Gördüğünüz kimi Təzə bazara 109 nömrə maşın pəncəsinə yaxın dövlət və özel uşaq bağçalarının əhatəsindədir. Bir sözlə Xırdalan şəhərinin mərkəzidir. Heydər Parkından piyada bir məsafədə yerləşir. Dəyərli izləyicilər, burada oldu 3-cü bir otaq. Burada isə yerləşir eyvanı. Gördüğünüz kimi belə bir eyvandır. İsti sistemi komut xətti çəkilir. Məndən bu qədər kanala abunə olmağı unutmayın. Sağ olun dəyərli izləyicilər.